Salam, hörmətli izləyicilər. Bu gün mən sizə 26 aprel 2026-cı ildə keçirilən 9-cu sinif buraxılış imtahanının qrammatikasının izahını verirəm. Birinci cümlə 27-ci sual B variantının 27-ci sualını izah eləyirəm. Əvvəl narazı olan şagirdlərə şagirdlə əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Bizdən altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsi olduğunu deyir. Ümumiyyətlə burada əvvəl sözü uşaqlar birinci gələn əvvəl sözü çıxışlı qala qoşulmadığına görə zərfdir. İkinci gələn sonra sözü çıxışlı halından sonra gəldiyinə görə iclasdan sonra burada isə qoşmadır. Burada düzgün cavabımız Y variantı olacaq. Eyler-Venn diaqramına əsasən altından xətt çəkilmiş hissələrlə bağlı uyğunluğu müəyyən eləyin. Bizdən futbol komandamızın bircə xal fərqi ilə rəqib komandadan geri qalırdı. Uşaqlar, burada bircə sözü 1 plus ədatdır. Çünki burada rəqəm verib bizə, bir xal. Görsünüz, deyə bilirik. Ona görə də 1 plus ədatdır. Buradakı birinci cümlədəki ca ədatdır. İkinci cümlədəki dilin şəkər sözünü incə heç kəs sevməz məncə. Məncə sözü burada modal söz deyil. Çünki əgər modal sözü olsaydı vergüllə ayrılardı. Kim sevər səni məncə ən çox mənim dərs izahlarımda ən çox işlətdiyim cümlələrdən biridir. Bunu da deyim. Və burada məncə sözü vergüllə ayrılmadığına görə buradakı ca qoşmadır. İndi gəlin buradakı qoşmadır. Digərindəki isə uşaqlar ədatdır. Deməli, birinci cümlədə bura A gedəcək, çünki qoşma olan ikincidir. Daha sonra isə baxaq, fikrin mənbəyini bildirir. B olan variantlar ümumiyyətlə səhvdir. Çünki burada fikrini mənbəyini bildirən köməkçilik hissəsindən istifadə olunmayıbdır. Cümlənin təsir gücünü artırır. Uşaqlar, biz bilirik ki, artıq son vaxtlar ədat kimi yazmırlar. Cümlənin təsir gücünü artır formasında verirlər və birinci cümlədə də biz dedik ədatdır. Ona görə də C variantını birinci cümləyə götürəcəyik. Sonra C-ni, yəni qrammatik mənası var. Bilir ki, köməkçi nitq hissəsinin yalnız qrammatik mənası var və biz bunu ortağa götürəcəyik. Uşaqlar, leksik şəkilçidir. Heç birisində leksik şəkilçi yoxdur. Ümumiyyətlə, E variantını götürməyəcək. Deməli, 1-ə C, 2A, 3D olan cavab A variantıdır. Daha sonra mış şəkilçisinin fe'li sifət şəkilçisi kimi işlənmədiyi, uşaqlar, işlənmədiyi nümunəni müəyyən eləyin. Mənim qızım oxumuş qızdır. Necə qızdır? Əgər mış necə sualına cavab verirsə, əşyanın əlamətini bildirirsə fe'li sifətdir, amma məndən fe'li sifət kimi istəmir. Cavablarda 1 olan variantlar getdi. Ağaclar dırmaşmış dəcəl uşaq deyək. Uşaqlar, burada inversiya olub sadəcə. Cümləni düzəltsək, ağaclar dəcəl uşaq deyək dırmaşmış və burada mış keçmiş zamandadır və 2-ni götürəcəyik. Düşünülməmiş addım, necə sualına cavab verdiyinə görə deməli bu fe'li sifətdir. Uşaqlar, Süsənlər və adamları görmüş. Süsənlər də o adamları görmüşmüş. Burada isə zamandır, nəqli keçmişdir və ona görə də 4-cünü də götürəcəyik. Cavabımız 2, 4, cavab C variantı. Daha sonra uşaqlar, bir dəqiqə. C variantı. Cəsarətli əskərləri mükafatlandıran qayğıkeş insan ordu generalı idi. Ordu generalı idi burada xəbər. Uşaqlar, ikinci növ təyinli söz birləşməsidir və bir yerdə cümlə üzvü olunur. Kim ordu generalı idi? İnsan. Hansı insan qayğıkeş? Hansı insan cəsarətli əskərləri mükafatlandıran? Deməli, bizim təhlilimiz qıraqda kənarda qeyd eləyəcəm. Təyin, biraz düzgün olmadı. Mübtəda və sonda isə xəbərdən ibarətdir. Uşaqlar, burada təyinləri ayrı-ayrı götürəcəyik. Baxmayaraq, onun da səbəbi odur ki, biri təyinlərin sifətlə ifadə olunub qayğıkeş. Digəri isə fe'li sifət tərkibi ilə və ona görə də ayrı-ayrı götürülmək lazımdır mütləq şəkildə. Və burada deməli təyin cavab Y variantı götürüləcək. Uşaqlar, Y variantı götürüləcək. Digərinə baxaq. Deyir, verilmiş sözləri omonim kimi işlənə bilən
Ləri müəyyən eləyin. Uşaqlar, burada böyük sözün homonimi yoxdur. Təbii ki, cavab olacaq buruq və dolu. Buruq isim kimi neft buruqları, bir də saçın buruğu isə, yəni buruq saç isə burada sifətdir. Dolu yağış, yəni bildiyimiz təbiət hadisəsi, yəni dolu o mənada isimdir, amma məsələn qab doludur, burada sifətdir. Dolu isim və sifət kimi homonimdir. Cavabımız E variantı. Hansı cümlədə sifət işlənməmişdir? Uşaqlar, torpaqdan bahar qoxusu gəlirdi. Torpaq isim, bahar isim, qoxu isim gəlir feildir. Elə cavabımız A variantdır. B-də isə uşaqlar qumlu sözü sifətdir. Ona görə də B variantı getdi. C variantında isə uşaqlar qərib halını, necə halını o da getdi. Və uşaqlar deyir ki, hər yaşıl zəmidə göy biçənəkdir. Göy, yaşıl, bunu ona görə də getdi. Kəndimizin hər tərəfi yaşıl, yaşıl sözdə getdi və bizdən işlənməyəni istəyir A olacaq. Nümunə haqqında fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma qəbul etmədi. Uşaqlar, hər ikisi nəqli cümlədir. İlk öncə onu deyim, niyə digərləri olmur izah eləyirəm. Tərəfləri yalnız intonasiya səhvdir. Çünki amma bu ümumiyyətlə tabesiz mürəkkəb cümlədir, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Niyə? Çünki mən təkid etdim, o qəbul etmədi. Yəni tabesiz mürəkkəb cümlədir və intonasiya ilə bağlanmayıb, amma qarşılaşdırma bağlayıcısı ilə, tabesizlik bağlayıcısı ilə bağlanıb və B ona görə də getdi. Tamamlıq və zərflik işlənmişdir. Xeyr, burada çox təkid etdim. Nə qədər təkid etdim? Burada zərflikdir, amma bu cümlədə ümumiyyətlə tamamlıq olmadığına və məndən də doğru fikri istədiyinə görə götürməyəcəm. Yalnız tabelilik əlaqəsi işlənmişdir. Uşaqlar, bilirik ki, tabesizlik əlaqəsi də burada işlənib. Niyə? Əgər cümlə tabesiz mürəkkəb cümlədirsə, mütləq şəkildə orada tabesizlik əlaqəsi işlənmişdir. Yəni mən çox təkid edib qarşılaşdırma əlaqəli ümumiyyətlə bilirik ki, tabesizlik əlaqəsi iki yerdə olur. Tabesiz mürəkkəb cümlələr arasında, yəni bərabər hüquqlu cümlələr və bərabər hüquqlu sözlər arasında. Burada da bərabər hüquqlu cümlələr işlənib və burada təkcə tabellik yox, məsələn, mən təkid etdim uzlaşma əlaqəsi, yəni tabellik əlaqəsi, həmçinin tabesizlik əlaqəsi var, ona görə də D-də getdi. Cümlə üzvlərinin biri söz birləşməsi ilə ifadə olmuşdu. Uşaqlar qəbul etmədi, ol, et, elə mürəkkəb feil yaradıb. Mürəkkəb feil söz birləşməsi deyil. Daha sonra isə uşaqlar gəlin növbəti testə baxaq. Deyir ki, şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Nə etdi? Təmir olundu. Nə? Binalar. Hansı binalar? Uşaqlar, hansı binalar üzərindən qeyd eləyəcəm? Mərkəzə yaxın. Hansı binalar? Şəhərdəki. Və burada təyin hansı sualından bilməliyik ki, artıq əşyanın əlamətidirsə təyindən gedəcək söhbət. Hansı cümlələrdə bütün sözlərin yazılışı tələffüzündən fərqli? Uşaqlar, sınıq sözü sınıq, x tələffüz olunur, bir dəqiqə. Sınıq sözünün tələffüzü sınıq, q sonda x kimi tələffüz olunacaq. Sonra uşaqlar ürək, xışdirik. Və sevinməz, n-dan sonra m gəldiyindən sevinməz olur. N m-yə keçir. Ona görə də elə cavabımız A variantı olacaq. B-də uşaqlar, məsələn, abırlı, olmaq, daxildən, məsələn, daxildən heç bir fərq yoxdur. Sonra vətənimizin sözündə heç bir fərq yoxdur. Uzaq sözü uzaq, səfərə sözündə isə heç bir fərq yoxdur. Heç kəs sözündə fərq olmadığına görə digərlərinə də baxmağa dəyməz. Verilmiş cümlələrə əsasən uyğun fikirləri müəyyən edib, doğrudan doğru, yanlışdan yanlış seçəcəyik uşaqlar. Parçalanmış buludlar arasında təkcə ulduz parıldayır. Nə edirdi? Parıldayırdı, nə? Ulduz. Uşaqlar deyir, birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdi. Bəli, birinci cümlədə. Çünki nə etmişdi? Nə edirdi? Parıldayırdı. Nə? Ulduz. Uşaqlar, ona görə də birinci doğrudur. Həm ikinci, həm də üçüncü cümlədə qeyri-müəyyəndir. İkinci cümlə qeyri-müəyyəndir, düzdür. Belə bir vaxtda Hürü xanımın qapısı döydülər. Xəbər üçün şəxsin cəmindədir, mübtədə yoxdur və bir qismi insana aiddir. Amma üçüncü cümlə şəxsi cümlədir. 1945-ci ilin Bürkülü may gecəsidir. Şəxs yoxdur, bərpa edə bilmirik. Ona görə də 2 yanlışdır. 2 olan variantlar getdi. Digərinə baxaq. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədə təsəvvür edilmir. Bəli, bu doğru fikirdir, amma yanlışdan yanlış götürəcəm. Çünki üçüncü cümlə şəxsi cümlədir və buna görə də orada şəxsiz cümlə olduğuna görə də mübtədə təsəvvür edilmir. İkinci cümlənin birinci cümlədən fərqli olaraq ümumi şəxslidir. Bu isə yanlış fikirdir. Burada ümumiyyətlə ümumi şəxsli cümlədən istifadə edilməyib.
Birinci cümlə müəyyən, ikinci cümlə qeyri-müəyyən şəxsli, üçüncü cümlə isə şəxsi cümlədir və yanlış fikir istədiyinə görə cavab 1 ilə də 4-dür. Və bu qədər. Hər kəsə uğurlar arzu eləyirəm.